Bismillahirrahmanirrahim. Salam əziz dostlar, xoş gördük hər birinizi. Bugün İmam Həsən əleyhissalamın mövlud günüdür və eyni zamanda el arasında, xalq arasında Bibi Heybət kimi tanınan, məsciddə məzarı olan Xanım Həkimənin mövlud günüdür. Xanım Həkimə İmam Musa Kazım əleyhissalamın qızı və İmam Rıza əleyhissalamın bacısıdır. Xoş halımıza ki, Allah Əhl-i Beyti tanımağı, onların mövlud günlərində onları yad etməyi, onların vəfat və şəhadət günlərində onları yad etməyi bizə lütf eləyib. Allah Xanım Həkimənin dualarını Azərbaycanımızın üzərindən əski eləməsin. Allah Əhl-i Beyti olan sevgimizi bundan da artıq eləsin. Bu Azərbaycan xalqına olan Allah tərəfindən böyük lütfdir ki, İmam Musa Kazımın qızı olan, İmam Rızanın bacısı olan Xanım Həkimə məhz bizim Azərbaycanımıza üz tutaraq, bu xalqı özünə sığınacaq yeri qərar verərək Azərbaycanda məskunlaşmış və Azərbaycanda dünyasını dəyişmişdi. Və hər biriniz bilirsiniz ki, insanlar, xalqımız Xanım Həkimənin məzarını olduqca müqəddəs bilir və onun ziyarətini özlərinə borc bilirlər. Bu olduqca gözəl bir xüsusiyyətdir. Bu Peyğəmbərə olan bağlılığımızın əlamətidir ki, əgər ya Rəsulallah bizim sənə əlimiz hər gün çatmasa da, hər dəfə çatmasa da, sənin vücudundan, vücudundan olan, qanı qanından olan evladın, nəvən, qızın Xanım Həkiməni həmişə yad edirik. Biz Xanım Həkiməyə böyük hörmət göstəririk və ümid edirəm ki, bu xalqın hər nə uğuru varsa, bu xalqın hər hansı bir nailiyyəti varsa, Əhl-i Beyti olan bağlılığındandır. Bu Əhl-i Beyti olan bağlılıq Azərbaycanımızı, Azərbaycanımızın xalqını həmişə uca eləyib və bundan sonra da uca edəcək. İmam Həsən əleyhissalam Həzrət Əlinin oğludur. İmam Əmir əl-Müminindən sonra birinci imam İmam Həsəndir. Hər biriniz bilirsiniz. İmam Həsən əleyhissalam çox səxavətli və gözəl əxlaqa sahib olan biri idi. Və bilirsiniz ki, İmam Həsən əleyhissalam öz malından, mülkündən, ona məxsus olan maldan ehsan edərkən bir dəfə, iki dəfə daha doğrusu bütün malını ehsan edib və üç dəfə isə malının 50%-ni, yarısını olaraq insanlara, fəqirlərlə paylaşmaqla ehsan edib. İmam Həsən əleyhissalamın mövlud günü münasibəti ilə həm sizi təbrik edirəm, həm də mövlud təbriki olaraq, hədiyyəsi olaraq İmam Həsəndən iki hədis istəyirəm sizə çatdırım. Biri budur ki, İmam Həsən buyurur: ağıllı insan odur ki, haqqı dərk eləyər, ondan sonra isə o dərk etdiyini əməl eləyər. Çox gözəl bir üslubdur. Əvvəl göstəriş verir ki, həqiqəti anla, həqiqəti anladıqdan sonra isə o həqiqətin ardıca hərəkət etməyi yaddan çıxarma. Başqa bir hədisdə buyurur ki, Allahı yada salmadan danışmaq mənasızdır və dostsuz yaşamaq böyük fəlakətdir. Deməli, bu hədis çox gözəl hədisdir. Bir kəs Allahı yada salmadan danışırsa, onun danışıqlarının o qədər də əhəmiyyəti, faydası olmayacaq və bu danışıqlar insanlara əbədi xeyir verə bilməz və eyni zamanda İmam Həsən bizləri dost olmağa çağırır. Buyurur ki, dostsuz yaşamaq fəlakətdir. Cəmiyyət olaraq birliyə çağırır, xalq olaraq birliyə çağırır, insanlarla düzgün münasibət qurmağa çağırır və insanlarla dost olmaqda bizdə şövq yaradır. Və sonuncu hədisi deyirəm İmam Həsən əleyhissalamdan. Çox gözəl hədisdir, eşitməyiniz olduqca gözəldir. Buyurur ki, dünya bir bazardır. Bəziləri bu bazarda qazanar, bəziləri isə ziyana düşər. Mən düşünürəm ki, biz xalq olaraq, köklü olaraq Əhl-i Beytə bizim sevgimiz olub, Peyğəmbər və Əhl-i Beytinə sevgimiz olub. Bu bazarda biz qazanmışıq, İmam Həsəni sevməklə qazanmışıq, Əhl-i Beytə, Peyğəmbərə hörmət göstərməklə qazanmışıq. Ümid edirəm ki, biz bu bazarda qazananlardan olacağıq və itirənlərdən olmamışıq. Allahdan istəyirəm ki, Allah bu dünyada bizi ən xeyirli dəyərlərə sahib eləsin və hər cür xətalardan, bəlalardan hifz eləsin. Allahdan İmam Həsənin mövlud günündə və Xanım Həkimənin mövlud günündə arzu edirəm ki, Allah bu xalqdan, bu cəmiyyətdən heç vaxt lütfünü və mərhəmətini əski eləməsin. Bir daha bayramınız mübarək olsun, təbrik edirəm.
Allah dünyada İmam Həsənin ziyarətin, axirətdə isə şəfaətin hər birinizə nəsib eləsin. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.